Salam dəyərli izləyicilər, Hədəf proqramını təqdim edirik. Son zamanlar bank sektorunda, ödəniş ekosistemində çox ciddi dəyişikliklərin şahidi oluruq. Buraya ilk növbədə nağdsız ödənişlərin artırılması, maliyyə xidmətlərinin genişləndirilməsi, rəqəmsallaşma, təhlükəsizlik, şəffaflıq, istehlak hüquqlarının qorunması və digər sahələr aiddir. Elə bu istiqamətdə və ümumiyyətlə bank sferasında hər kəsi düşündürən sualların cavabını Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyevdən əldə etməyə çalışacağıq. Zakir müəllim, sizi Dövlət Televiziyasından Hədəfdən salamlayırıq. Təşəkkür edirəm, çox sağ olun, xoş gəldiniz. Xoş gördük. Zakir müəllim, ilk olaraq 2026-cı ilin ilk 6 ayına nəzər yetirək. Bank sektoru baxımından bu dövrü necə dəyərləndirmək olar? Bank sektoru əvvəlki illərdə olduğu kimi 2026-cı ildə davamlı, dayanıqlı inkişaf yolu ilə başladı. Həm birinci rübə ərzində və həm ikinci rübə ərzində biz dinamikaya baxmış olsaq, sabit, davamlı, dayanıqlı və səmərəli artım prosesləri davam etməkdədir. Biz rəqəmlərə nəzər salmış olsaq, bunu rəqəmlərlə daha aydın şəkildə görə bilərik. Belə ki, 2026-cı ilin birinci yarımilliyi ərzində bizim aktivlərin həcmi 6,8% artaraq 60,9 milyard manata çatmışdır və eyni zamanda bizim üçün xüsusi əhəmiyyət və iqtisadiyyatımız üçün xüsusi əhəmiyyət kəsb edən kredit portfelimizin artımı da davam etmişdir və hazırda bizim kredit portfelimiz 31,8 milyard manata yüksəlmişdir. Və bununla yanaşı bizim əsas pasiv bazamızı təşkil edən əmanətlərin də aktiv şəkildə artımı davam etmiş və depozitlərimiz 39,7 milyard manata yüksələrək özünün ən tarixi yüksək maksimumuna çatmışdır. Bundan başqa bank sektorunun üçün mühüm əhəmiyyət kəsb edən onun kapital göstəricisidir və bu kapital göstəricisi isə 7,6 milyard manata yüksələrək özünün bir daha vurulamaq istərdim 26-cı ilin ən yüksək nöqtəsinə çatmışdır. Bundan başqa bu bizim depozit bazamızın yüksəlməsi və kapitalın artımı iqtisadi fəallığın maliyyələşdirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini də nəzərə alsaq, bu artımların necə önəmli olduğu bir daha göz önünə gəlmiş olur. Kredit portfelinin strukturunda da vacib dəyişikliklər baş vermişdir. Belə ki, bizim kredit portfelində artıq biznes kreditlərimizin artım tempi, istehlak kreditlərimizin artım tempini üstələmiş və hazırda portfelimizdə biznes kreditlərin payı 17,2 milyard manata yüksəlmişdir. Əmanətlər tərəfdə xüsusi önəm daşıyan əhali əmanətlərinin artım hissəsidir. Belə ki, fiziki şəxslərin depozitləri 6,8%, müddətli əmanətlər isə təxminən 10%-ə yaxın artmışdır. Bizim əmanətçi sayımızın da artımı bu əsnada mühüm əhəmiyyət kəsb edir. Belə ki, hazırda bank sektorunda olan əmanətçilərimizin sayı 220.600 nəfərə çatmışdır. Eyni zamanda fiziki şəxslərin depozitlərinin içərisində xarici valyutada olan nisbət 28,4%-ə enmişdir. Bu onu göstərir ki, əhalinin nəinki milli valyutaya inamı artmışdır və eyni zamanda artan depozit həcmləri və milli valyutada artan depozit həcmləri onu göstərir ki, əhalinin həm milli valyutaya, həm də bank sektoruna inamı yüksəlmişdir. Yəni bu rəqəmlər əyani olaraqdan dediyimiz məsələni özündə əks etdirən bariz bir göstəricidir. Eyni zamanda sektorun səmərəliliyi artmış və sektor artıq birinci yarımillik üçün 716,3 milyon manatlıq mənfəət əldə etmişdir ki, bu da eyni dövr ilə müqayisədə 24,2% artım deməkdir. Bundan başqa bizim həm qeyri-faiz gəlirlərimiz, həm faiz gəlirlərimizin yüksəlməsi davam etmişdir. Zakir müəllim, maraqlı statistik göstəriciləri açıqladınız. Burada həm də biznes kreditlərinin həcminin istehlak kreditlərinə nisbətən artması bu həm ümumilikdə iqtisadiyyat, əlbəttə bank sektoru üçün vacib bir amildir. Yəni hansı mənbələr hesabına artdı? Bu həm iş adamlarını düşündürən bir məsələdir. Bu sualı xahiş edirəm cavablandırasınız. Şübhəsiz ki, burada iqtisadi aktivliyin özünün yüksəlməsi önəmlidir. Bank sektoru bugün bütövlükdə baxsaq, izafi likvid vəsaitlərə sahibdir. Bizim üçün çox önəmli olan məsələ iqtisadi subyektlər tərəfindən də fəallığın artması vacibdir ki,
biz bu izafi likvid vəsaitləri tam şəkildə iqtisadiyyata ötürə bilək. Və bu dövr ərzində bizim iqtisadi subyektlərlə qarşılıqlı fəaliyyətimizin və apardığımız geniş miqyaslı tədbirlərin nəticəsi olaraqdan biznes kreditlərimizin artım tempi bizim istehlak kreditlərimizin artım tempini üstənləməkdə davam etmişdir. Aydın oldu. Və bir sıra rəqəmlərə diqqət yetirsək, daha çox nağdsız ödənişlər də diqqətimizi cəlb edir. Ümumiyyətlə bu nağdsızlaşdırma bank sektoru ümumən iqtisadiyyatımız üçün niyə bu qədər vacibdir? Bilirsiniz, təkcə Azərbaycan iqtisadiyyatı üçün deyil, bütövlükdə nəğdsiz dövriyyənin artımı iqtisadi şəffaflığın bir göstəricisidir. Biz nağdsızlaşmaya sadəcə olaraqdan kartlarla ödəniş rahat vasitəsi kimi baxmırıq. Bu daha geniş özündə iqtisadi bir məhvumdur. Nəğdsiz iqtisadiyyat pul dövriyyəsinin daha şəffaf, təhlükəsiz və eyni zamanda ölçülə bilən olması deməkdir. Biznesin maliyyə axımları rəsmiləşir. Bütün mövcud olan əməliyyatlar rəsmi şəkildə hesablarda əks etdirilir və biz geniş məlumat bazasına sahib olmuş oluruq. Və bu məlumat bazası da paralel olaraqdan bizə imkan verir ki, rəsmi məlumatlara və geniş məlumat bazasına əsaslanaraqdan kreditlərin verilməsini, iqtisadiyyatın kreditləşməsi prosesini daha da sürətləndirək və daha da artıraq. Nağdsızlaşma bank sektoru üçün digər strateji əhəmiyyəti maliyyə resurslarının bank sektorunda qalmasıdır. Çünki müştərilərin öz vəsaitləri hesablarında qaldıqca iqtisadiyyatı maliyyələşdirmək üçün əlavə maliyyə resursları formalaşır ki, bu da daha aktiv şəkildə iqtisadiyyatı kreditləşdirmək üçün imkanlar yaradır. Biz əgər rəqəmlərə nəzər salsaq, görərik ki, 2016-cı ildə ödəniş kartları ilə aparılan ümumi dövriyyənin yalnız 10% nəğdsiz idi. 2021-ci ildə bu göstərici 32%, 2024-cü ildə 64% və 2025-ci ildə 68% çatdı. 2026-cı ilin birinci yarısında isə bu rəqəm 70% çatıb. Sadə dillə desək, kart dövriyyəsinin 10 manatının ilk başlanğıcda 1 manatı nəğdsiz olduğu halda, hazırda hər 10 manatın 7 manatı nəğdsiz dövriyyənin payına düşür. Nağdsız kart dövriyyəsinin həcmi 2016-cı ildə 1.2 milyard manat idisə, 2025-ci ildə 99.1 milyard manata yüksəldi. 2026-cı ilin birinci yarısında isə biz 53.1 milyard manata rəqəmləri çatdıra bildik və bu onu göstərir ki, ilin sonuna biz keçənki dövriyyəmizi də üstələmiş ola biləcəyik. Ödəniş kartların sayı 5.4 milyondan 22.8 milyona yüksəldi. Təmassız kartların sayısı 90 mindən 18.6 milyona yüksəldi. Bugün dövriyyədə olan kartların 5də 4-dən çoxu təmassızdır. Rəqəmlərə baxmış olsanız, gördüyünüz kimi bizim kartların sayı qeyd etdiyimiz 5.4-dən 22.8 milyona yüksəlməsi 4 dəfədən artıq biz kartlarımızın sayını artırmış. Təmassız kartlarımızda isə bu ümumiyyətlə çox fantastik bir rəqəmlər həcmində. Çünki 90 mindən biz 18.6 milyona yüksələn təmassız karta sahibdir. Yəni bu onu göstərir ki, nəğdsizləşmə istiqamətində həyata keçirdiyimiz fəaliyyətlər öz nəticəsini vermişdir. Burada elə 10 ilin göstəricilərini qeyd elədiniz. 2016 və 2026-cı ilin ilk 6 ayı. 2016-cı ildə bu göstərici 10% idi, indi 70% yüksəlir və bu dinamika görünür ki, sürətlə artır. Necə təmin olundu və ümumiyyətlə vətəndaşların bu sistemə, nağdsız ödənişlərə hal-hazırda marağı, diqqəti necədir? Şübhəsiz ki, bu birdən-birə baş vermədi. Bu qeyd etdiyiniz kimi həm 2021-ci ilə qədər və 2020-ci ilə qədər olan dövr və 2020-ci ildən sonra dövr tamamilə fərqli bir şəkildə baş verdi. Çünki 2018-ci ildə biz ilk dəfə olaraq Nəğdsiz Azərbaycan layihəsini həyata keçirməyə başladıq və təbii ki, pandemiya dövrünün başlaması bu da özlüyündə vətəndaşların, istehlakçıların davranışına əhəmiyyətli dərəcədə təsir göstərən bir element kimi çıxış etdi. Lakin bu səbəblərlə yanaşı infrastrukturun hazır olması lazım idi və bank sektorunun, Mərkəzi Bankın rəhbərliyi altında infrastrukturun yaradılması istiqamətində olduqca qısa bir müddətdə ciddi bir dönüşlər həyata keçirdilər və bu imkan verdi ki, həm qanunvericilik bazasının mövcudluğu,
həm infrastrukturun mövcudluğu qısa bir zaman içərisində biz bu rəqəmlərə çatmış ola bilər. Və bu gün məncə mübaliğəsiz deyə bilərik ki, hər bir Azərbaycan vətəndaşı üçün nəğdsiz ödənmə artıq adi bir vərdişə çevrilmişdir. Yəni kartla və eyni zamanda təmassız kartla ödənişlər həyata keçirmək günümüzün adi bir hadisəsinə çevrilmişdir və vətəndaşlar öz alış-verişlərinin böyük bir hissəsini, elektron köçürmələrinin böyük bir hissəsini elektron və internet bankçılıq üzərindən həyata keçirirlər. İndi bu sahədə hal-hazırda hansı işlər görülüb və planda nələr var? Bildiyiniz kimi, bayaq qeyd etdiyim kimi ilk dövlət proqramından sonrasına artıq bu il ərzində Cənab Prezidentin fərmanı ilə yeni 2027-2030-cu illəri əhatə edəcək yeni dövlət proqramı qəbul edildi və bu yeni dövlət proqramı maliyyə inklüzivliyi üzrə dövlət proqramı adlanır və bu dövlət proqramında bizim qarşımıza daha böyük vəzifələr qoyulub. Bunların bir neçəsini icazənizlə sadalayardım. 2030-cu ilədək bank hesabına malik yetkin əhalinin payının mövcud olan 70%-dən 85%-ə yüksəldilməsi. Bu bizim üçün olduqca önəmli bir göstəricidir. Adambaşına nəğdsiz ödənişlərin sayını 228-dən 250-yə yüksəltmək. Hər 100 min yetkin şəxsə düşən post terminalların sayını 2262-dən 2400-ə çatdırılması. Eyni zamanda ani ödənişlər sisteminə bütün bankların tam inteqrasiyasının başa çatması, QR ödənişlərin hər tərəfli və maksimum həddə həyata keçirilməsinin təmin edilməsi və aktiv istifadə olunan post terminalların sayının 80%-ə çatdırılması. Bütün bunlar bizə imkan verəcək ki, qarşıdakı dövrdə bu rəqəmlərə çatmaqla biz daha təhlükəsiz və daha geniş əhali kütləsini hüquqi fiziki şəxslərimizi əhatə etməklə məhz bu nəğdsiz əməliyyatlarımızı həyata keçirə bilək. Və Zakir müəllim, son dövrlər əhalini, vətəndaşları daha çox düşündürən kartdan karta əməliyyatlardır. Bəzən çoxlu sayda suallar doğuran, müəyyən qədər də narahatlıq yaradan məsələlərdən biri budur. Ümumiyyətlə, bu əməliyyatlarla bağlı istəyərik ilk olaraq danışaq. Razılaşdırılmış yanaşma konkret nəyi dəyişir və yaxud da nəyi dəyişəcək? Bilirsiniz, biz də sosial şəbəkələrdə bizim press-lizdən sonra aktiv şəkildə müzakirələrin şahidi olduq. Ona görə bir neçə məsələyə aydınlıq gətirilməsini istərdik. İlk növbədə kartdan karta əməliyyatlara biz hər hansı bir məhdudiyyət gətirmirik. Söhbət banklar və elektron pul təşkilatları tərəfindən ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı baza həddinə bəlli bir məhdudiyyətlərin tətbiqindən söhbət gedir. Razılaşmaya əsasən ödəniş xidməti istifadəçisinə məxsus olan hər bir ödəniş alətinə, bir daha vurğulamaq istərdim ki, hər bir ödəniş alətinə gün ərzində 5 mədaxil və ay ərzində 20.000 manat mədaxil edilməsi limitləşdirilir. Ödəniş aləti istifadəçisinin hər hansı bir məxaric əməliyyatına məhdudiyyət qoymuruq. Yəni, istənilən qaydada, keçmişdə olduğu kimi, əvvəlki dövrlərdə olduğu kimi, istənilən ödəniş alətindən istifadə etməklə tam şəkildə öz məxariclərini həyata keçirə bilər. Söhbət yalnız mədaxil hissədə məhdudiyyətdən və hər bir məhsul üzrə 5 və 20.000 manatdan söhbət gedir. Yəni, bir hesaba bağlıysa, orada biz yalnız bir ödəniş alətinin ona təqdim edilməsini təklif etmişik və eyni zamanda bu əməliyyatların içərisinə onun öz hesabları arasında və yaxın qohumlarına olan mədaxillərini istisna etmişik. Zakir müəllim, siz qeyd elədiniz ilk olaraq sosial şəbəkələrdə çoxlu saylı suallar yaranır. Elə o sualları da istinad edərək elə vətəndaşların dili ilə desək, hansı zərurətdən yarandı? Yəni, nə üçün ehtiyac yarandı ümumiyyətlə bu yanaşmaya? Birincisi, bayaqki fikrimizin davamı olaraqdan qeyd edim ki, bu dediyimiz məhdudiyyət say və kart sayında mövcud olacaq məhdudiyyətlər o demək deyil ki, bütün vətəndaşlara, hüquqi və ya fiziki şəxslərə qarşı bu eyni şəkildə tətbiq ediləcəkdir. Əgər siz əsaslandırılmış şəkildə
bu mədaxillərin və ya əlavə məhsulları üzrə karta ehtiyacı olduğunuzu göstərəcəksinizsə və dediyiniz, təqdim etdiyiniz məlumatlar sizin risk profilinizə uyğun olacaqsa, banklar tərəfindən fərqli limitlər və fərqli məhsullar təqdim edilməsi mümkün olacaqdır. Bunun bir daha xüsusilə vurğulamaq istəyirik. Biz növbəti suallarımızda bir daha buna qayıdarıq və o zaman biz daha detallı şəkildə bəzi məsələlərə də aydınlıq gətirməyə çalışarıq. Kartdan karta köçürmə şəxslər arasında gündəlik və qanuni pul göndərişləri üçün rahat bir alətdir. Bunu hər birimiz qəbul edirik. Və bu funksiya davam etməkdə qalacaqdır. Tüm kartdan karta əməliyyatlardan söhbət getmir. Söhbət şəxsi köçürmə kanalından biznes məqsədləri üçün, kommersiya fəaliyyəti üçün, uçotdan kənar dövriyyə üçün şübhəli və yaxud dələduzluq xarakterli əməliyyatlara məhdudiyyət gətirmək məqsədi daşıyır. Yəni, sağlam xarakterli, normal köçürmə əməliyyatlarına hər hansı bir məhdudiyyətlər olmamışdır, yoxdur və olmayacaqdır. Biz limitləri bu qaydalar, yəni bu vahid yanaşmanı elan etdiyimiz tarixə dək də banklar tərəfindən tətbiq edilirdi. Sadəcə olaraq da bugün biz vahid yanaşma ilə bütün banklar və elektron pul təşkilatlarında vahid yanaşmanın tətbiq edilməsini önə sürdük. Lakin mövcud olan limitlər qalacaqdır. Yəni, öz risk profilinə uyğun olaraqdan seçilmiş müştərilərin, müəyyən edilmiş müştərilərin ödənişləri eyni qaydada davam edəcəkdir. Və eyni zamanda bu, heç bir şəkildə, heç bir müştərinin istər mobil postlardan, istər özünün hesablarından, istər internet bank üzərindən, istər digər kanallar vasitəsilə ödənişlərinə hər hansı bir məhdudiyyət tətbiq edilməyəcəkdir. Bəs bu dəyişiklik vətəndaşın gündəlik həyatına necə təsir göstərəcək? Bilirsiniz, burada mühüm məsələlərdən birisi odur ki, bu tətbiq etdiyimiz yenilik eyni zamanda təhlükəsizlik məsələlərini də həll etmiş olacaq. Çünki biz burada rəqəmsal əməliyyatların sayı artdıqca, biz bayaq qeyd etdiyim bunların sayı kəskin şəkildə necə artmışdır. Dələduzluq, üçüncü şəxslərin kartından istifadə, pul daşıyan hesablar, uğurlanmış məlumatlar və şübhəli pul axınları ilə bağlı risklər də artır. Bu bir reallıqdır. Bank və elektron pul təşkilatları müştərinin tanımalı, əməliyyatların onun fəaliyyətinə və risk profilinə uyğunluğunu izləməlidirlər. Bu bir günün, zamanın tələbidir və biz bunu həyata keçiririk. Vahid baza yanaşması isə bu nəzarəti daha sistemli edəcək və bazar üçün daha koordinasiyalı bir formata gətirəcəkdir. Eyni zamanda bu tətbiqlə biz rəqabət mühitini də təmin etmiş olacağıq. Belə ki, əgər bir vətəndaş öz öhdəliklərini yerinə yetirir, şəxsi kartı vasitəsilə sistemdən kənar ödəniş qəbul edən digər subyekt isə öz kommersiya fəaliyyəti və ya qeyri-qanuni əməliyyatlarını o da şəxsi kartı ilə aparır. Siz vətəndaş olaraqdan öz şəxsi kartınızı yalnız şəxsi məqsədlər üçün istifadə edirsiniz. Digər bir vətəndaş isə öz şəxsi kartını bu yaradılmış imkanlardan istifadə edərəkdən öz biznes məqsədləri üçün istifadə edir. Biznes məqsədləri üçün dedikdə vergidən yayınma, uçotdan yayınma və digər məqsədlər üçün şəxsi kartı kommersiya fəaliyyətinə yönəltmiş olur. Bu yol verilməzdir. Və bu rəqabət mühitini pozur və bizim yaratdığımız yeni şərait imkan verəcək ki, bu rəqabət mühiti bərpa olunmuş olsun. Adi vətəndaşa nə verəcəkdir? Yanaşma məqsədli sağlam və qanuni şəxsi əməliyyatlarını məhdudlaşdırmaq deyil. Əksər vətəndaşların ailə daxili köçürmələri, öz kartları daxilində köçürmələri, gündəlik ödəniş davranışı üçün istisna və alternativ kanallar da nəzərdə tutulacaqdır. Şəxsin özünə və yaxın qohumlarına məxsus ödəniş adətləri üzrə mədaxillər limitdə istisna edilmişdir. Yəni, bu çox vacib bir hissəsidir ki, hər bir vətəndaşımızın bilməsi lazımdır ki, özünün həm kartlar arasında, qohumlar arasında və onun
bugünə qədər profilinə uyğun apardığı əməliyyatlar istisnadır. Yəni heç bir limit tətbiq olunmuyor. Xeyr, yəni limitdən kənar edə biləcək, çünki bu limitə daxil deyil. Və eyni zamanda vətəndaş bir dəfəlik və ya əsaslandırıla bilən iri mədaxili varsa, əməliyyatın mahiyyətini göstərən məlumat və sənədləri banka təqdim etməklə bu əməliyyatların da limitdən kənar həyata keçirə biləcəkdir. Mal və xidmətlərin alınması zamanı vətəndaşlar bir daha vurğulamaq istəyirəm. Əvvəlki kimi post terminal, mobil postlar, QR ödənişlər, elektron bankçılıq və digər rəsmi ödəniş kanallarından istifadə edəcəklər. Bu kanallar üzrə ödənişlər yeni mədaxil həddinin mahiyyətinə daxil deyil. Məqsəd insanı nəqd pula qaytarmaq deyil, kommersiya ödənişini onun üçün daha təhlükəsiz olan rəsmi kanallara yönəltməkdir. Əgər sizin rəsmi ödənişləriniz varsa, bunu bizim mövcud olan post terminallar, digər elektron ödəniş vasitələrimizdən istifadə etməklə rahatlıqla həyata keçirə bilərsiniz və keçirin. Təbii ki, yeni əməliyyat yanaşmasında hər bir zaman suallar, texniki məqamlar meydana çıxır və çıxacaq. Və bizim Banklar Assosiasiyası olaraqdan, Azərbaycan Fintech Assosiasiyası olaraqdan əsas hədəfimiz bu dövr ərzində gedən prosesləri yaxından izləmə, geri dönüş məlumatlarını toplamaq və bu məlumatlar əsasında da prosesləri idarə etməkdən ibarət olacaqdır. Zakir müəllim, siz qeyd elədiniz ki, burada vətəndaş üçün təhlükəli amillər. O təhlükə nədən ibarətdir? Əhəmiyyətindən, faydalarından danışdınız. Növbəti suallarımız da olacaq bununla bağlı. O təhlükə nədir? Vətəndaş üçün, bank üçün, dövlətimiz üçün. Birincisi, dövlət və biznesdən başlamış olsaq, dövlət və biznes bir mənalı şəkildə rəsmi aparılmış əməliyyatların həm uçotunu görür, həm bu məlumatların əsasında istehlakçının hüquqlarının müdafiə edilməsi mümkün olur. Çünki həyata keçirdiyi əməliyyatların bir mənalı şəkildə istər post terminallar, istər internet bankçılıq üzərindən və s. bu kanallar üzrə həyata keçirdiyi əməliyyatların sənədləri mövcuddur. Və bu sənədlərlə öz hüquqlarını istənilən yerdə müdafiə edə bilər. Amma şəxsi kartı ilə kommersiya fəaliyyətini həyata keçirmişsə, bu artıq uçotdan yayınma məsələsidir, vergidən yayınma məsələsidir. Ona görə də burada artıq öz hüquqlarını o müdafiə edə bilməz. Eyni zamanda həm banklar üçün də baş vermiş əməliyyatın öz mahiyyətinə uyğun kanallarla həyata keçirilməsi önəmlidir. Yəni, əgər siz kommersiya fəaliyyəti edirsinizsə, əgər siz hər hansı bir mal və ya xidmətləri almışsınızsa və onun dəyərini ödəyirsünüzsə, o zaman siz onu şəxsi kartdan, şəxsi kart hesabına deyil, siz onu həmin xidməti aldığınız və ya malı aldığınız təşkilatın və ya fiziki şəxs sahibkarın sahibkar hesabına göndərməniz lazımdır. Çünki bu həm qanuna zidd bir əməliyyat olur, həm də əməliyyatın doğru düzgün əks etdirilməsini təmin etmiş olur. Bu nöqteyi nəzərdən həm dövlətin, həm vətəndaşın, həm məlumatlarının saxlanılması, qorunması, həm bu apardığı əməliyyatların qanuna uyğunluğu təmin edilmiş olur. Zakir müəllim, bütün hallarda kommersiya banklara birbaşa təsirindən danışsaq, bu kartdan karta əməliyyatlar banklarda bir dövriyyənin davamlılığını təmin edir. Bu baxımdan yanaşsaq, bu kommersiya bankların fəaliyyətinə necə təsir göstərəcək? Əslində bütün bunlar sektorda nəqdsizləşmanı özünün bir yetkin mərhələsinə keçirir. Mən xüsusilə qeyd etmək istərdim ki, əməliyyatların üzərində, nəqdsiz əməliyyatların üzərində nəzarət bütün dünya ölkələrində mövcuddur. Təbii ki, hər bir ölkə özünün iqtisadi proseslərinə uyğun olaraqdan müxtəlif məbləğlərə limitlər tətbiq edir. İstər köçürmə prosesində, istər mədaxil prosesində, istərsə də əməliyyatların aparılma prosesində. Biz hazırki mərhələdə ən optimal bir yolu seçdik. Bu yol ondan ibarətdir ki, məxaric hissədə biz vətəndaşın əməliyyatlarına hər hansı bir məhdudiyyət gətirmədik və dedik ki, vətəndaş öz kartlarından
istər şəxsi, istər sahibkar kartlarından istənilən məbləğləri köçürə bilir. Əgər onun hesabındadırsa. Və eyni zamanda əgər bu AML compliance tədbirlərindən keçmiş vəsait isə onun hesabındadırsa, o rahat şəkildə bu pulunu istədiyi şəkildə xərcləyə bilər. Biz mədaxil hissədə nəzarətimizi gücləndirmişik. Bir daha vurğulamaq istəyirik ki, burada da bayaq qeyd etdiyim istisnalar mövcuddur və sağlam xarakterli istənilən mədaxillər də, hətta iri məbləğli mədaxillər də əsaslandırılmış məlumatlar təqdim edilməklə hesablara mədaxillər davam etmiş olacaq. Lakin biz bir mənalı şəkildə kommersiya fəaliyyəti üçün şəxsi kartların istifadə edilməsini doğru hesab etmirik. Bunun üçün müvafiq digər kartlarımız, digər alətlərimiz mövcuddur ki, və bu alətlərdən də asanlıqla həm vətəndaş, həm sahibkar fiziki şəxslər, həm də hüquqi şəxslər rahatlıqla istifadə edə bilərlər. Yəni burada bir daha vurğulamaq istəyirəm ki, bizim gəldiyimiz bugünkü həcmlər, ölkəmizdə həyata keçirilən şəffaflıq, rəqəmsallaşma, bütün bunlar yeni yanaşmaları və yeni tətbiqləri zəruridir və biz bunları edirik. Zakir müəllim, yeni tətbiqlər, yeniliklər, rəqəmsallaşmadan danışdınız. Bunlar rəqəmsallaşma birbaşa faydalı olan bir yeni yanaşmadır. Amma bütün hallarda siz eyni zamanda ölkənin bank sektorunda əsas prioritet olan nağdsızlaşdırmadan danışdınız. Sizcə bu kartdan karta əməliyyatların yeni tətbiqlərin tətbiq edilməsi, məhdudiyyətlər istehlakçıların dili ilə desək, bunlar nağdsızlaşma prosesinə zidd deyilmi sizcə? Əlbəttə ki, yox. Biz bayaq qeyd etdiyimiz kart sayımıza bir daha dönmüş olsaq və bizim bugünkü təhlillərimiz və eyni zamanda hazırda bizim bazalarda mövcud olan müştərini tanı prinsipi ilə qruplaşdırdığımız müştəri qruplarının təhlili göstərir ki, bizim müştərilərin böyük hissəsi və daha doğrusu əksər hissəsi doğru düzgün əməliyyat həyata keçirən müştəri qruplarıdır. Yəni bu əslində bu müştəri qruplarının fəaliyyətinə, həyatına hər hansı bir təsir göstərməyəcəkdir. Söhbət sui-istifadə edən müştəri qruplarının fəaliyyətinin məhdudlaşdırılmasından gedir və ya onların üzərində nəzarətin artırılmasından gedir. Söhbət bugünkü həcmlər içərisində vergidən yayınan, öz şəxsi kartını biznes məqsədləri üçün istifadə edən, öz şəxsi kartını dələduzluq məqsədi ilə istifadə edən, qanunsuz əməliyyatların həyata keçirilməsində istifadə edən müştəri qruplarından gedir. Bu məhdudiyyət yalnız o müştəri qrupları üçün müəyyən mənada təsir göstərmiş olacaq. Amma normal müştəri qrupları, bir daha vurğulamaq istəyirik ki, hər bir ödəniş aləti üzrə günlük 5 və maksimum ay ərzində 20.000 manat ödəniş həyata keçirə biləcək. Amma bu cür ödəniş aləti hər bir müştəridə fərqli sayda ola bilər. Və ona görə də hər hansı bir məhdudiyyət, belə deyək də, normal öz əməliyyatını həyata keçirən müştərilər üçün olmayacaqdır. Yalnız və yalnız bir daha vurğulayırıq ki, onlara təqdim edilmiş bu nəğdsiz ödəniş alətini düzgün olmayan və qeyri-qanuni məqsədlərə istifadə edən müştəri qruplarına təsir edəcəkdir. Zakir müəllim, bu sahədə çoxlu suallar olduğuna görə növbəti bir sual ünvanlamaq istəyərdim. Qeyd elədiyiniz kimi sui-istifadə edilən və normal müştəri qrupunu necə müəyyən olunacaq, necə ayırd ediləcək? Əslində biraz əvvəl siz bu barədə danışdınız, yenə bir daha istəyərdim ki, xatırlatma olaraq vətəndaşlarımıza izah edəsiniz. İlk növbədə onu qeyd edim ki, bugün bildiyiniz kimi ölkəmizdə rəqəmsallaşma siyasəti həyata keçirilir və rəqəmsallaşma səviyyəsinə biz nəzər salmış olsaq, bank sektoru bütün dövrlərdə və bugün də bu sahədə ən yüksək səviyyədə rəqəmsallaşmış bir sahədir. Və maliyyə sektorunda çalışan yüksək intellektli əməkdaşların mövcudluğu da heç kəsdə hər hansı bir şübhə yaratmır. Və bugün bizim banklarımızda mövcud olan əməliyyat sistemləri və risk əsaslı hazırlanmış sistemlər
imkan verir ki, biz müştərilərin profilinə uyğun olaraqdan onun nə cür əməliyyatlar apardığını bu və bundan öncə tətbiq etdiyimiz limitlər vasitəsilə dəqiq və aydın şəkildə başa düşək. Bundan başqa, bütün dünyada və Azərbaycan da istisna deyil, müştərilər aparıldıqları əməliyyatların xarakteri və mahiyyəti haqqında banklara məlumatlar təqdim edirlər ki, bu məlumat bazası da həm bugün, həm bundan sonraki dövrdə bizim müştərilərin əməliyyatlarına nəzarət etməyə, onların mahiyyəti üzrə istifadə edilməsinə kartlardan nəzarəti həyata keçirə bilək. Aydın oldu. Sui-istifadə edən müştərilərə nəzarət gücləndiriləcək bu yeni yanaşma ilə. Bəs sizcə, Zakir müəllim, belə olduqda artıq yenidən həmin müştərilər nağd ödənişlərə keçməyəcəklərmi sizcə və yaxud da buna nəzarət necə olacaq? Bilirsiniz, hər zaman bu risk dünən də mövcud idi, bugün də mövcuddur və sabah da mövcud olacaq. Və bu dünyanın istənilən bir ölkəsində qanunsuz bir əməliyyatı nəqd və ya başqa bir üsullarla kənarda həyata keçirə bilərlər. Bizim əsas hədəf və məqsədimiz bank sektoru vasitəsilə qanunsuz əməliyyatların həyata keçirilməsinin qarşısını almaqdır. Və eyni zamanda o bayaq qeyd etdiyimiz böyük müştəri qruplarımızın hansı ki qanuni ödəniş vasitələrindən qanuna uyğun olaraqdan istifadə edən müştəri qruplarımıza xidməti göstərməkdən ibarətdir. Amma təbii ki, hər bir zaman qanunsuz fəaliyyət göstərən insanlar olub, var və qalacaqlar. Təbii ki, onlar üzərində nəzarət artıq digər orqanların işi olacaq. Bundan sonra bu sahədə hansı addımlar atılmalıdır? Düşünürəm ki, bu addımlar davamı olaraqdan bizim sistemlər, bugünkü risk əsaslı nəzarətimiz imkan verəcək ki, digər dövlət qurumları ilə birlikdə öz kartını üçüncü şəxslərə verən, öz hesablarını digər şəxslərə istifadəsinə verən şəxslərə qarşı da qanuni dəyişikliklər, qanunvericilikdə dəyişikliklər etməklə daha da güclü bir nəzarət mexanizmi qura bilək. Zakir müəllim, istər nəzarət mexanizmi, təhlükəsizlik, şəffaflığın təmin edilməsi, qeyd elədiyiniz kimi istehlak hüquqlarının təmini, nağdsız ödəmələr, rəqəmsallaşma, bütün ümumiləşdirsək, siz 2026-cı ilin ilk 6 ay üzrə bəzi statistik göstəriciləri qeyd elədiniz, sadaladınız. Növbəti dövr üzrə ümumiyyətlə bank sektorunda, ödəniş ekosistemində hansı yeniliklər tətbiq olunacaq, planlar nədən ibarətdir? Bizim əsas qeyd etdiyim kimi 27-30-cu illəri əhatə edəcək yeni dövlət proqramımız var və bu dövlət proqramı çərçivəsində biz fəaliyyətlərimizi bayaq qeyd etdiyim kimi bəlli bir rəqəmlərə çatdırılması üzrə fəaliyyətimizi davam etdirmiş olacağıq. Qarşıdakı dövr üçün bizim əsas hədəfimiz ani ödənişlər sisteminə bütün bankların tam və bütün əməliyyatların tam inteqrasiyasını təmin etmək və bu ödənişlərin həcminin daha da artırılması. Bundan əlavə təbii olaraqdan biz hazırda pilot rejimində artıq əmək haqqlarının bütün banklar vasitəsilə verilməsinin təmin edilməsi üzrə tədbirləri həyata keçirir və yaxın gələcəkdə hər bir vətəndaş öz əmək haqqı hesabını istənilən bankda aça biləcək və öz əmək haqqısını istədiyi bankda almaqla öz şəxsi məqsədləri üçün istifadə edə biləcəkdir. Bundan başqa düşünürəm ki, qarşıdakı dövrlərdə biz müştərilərimizin rahatlığını təmin etmək üçün digər ödəniş üsullarını, daha doğrusu digər ödəniş sistemlərinin də inteqrasiyasını həyata keçirəcəyik. Siz mətbuatdan da tez-tez görürsünüz. Dünyanın geniş yayılmış müxtəlif ödəniş sistemləri ilə banklarımız inteqrasiyalar həyata keçirdirlər və bu inteqrasiyalar həm sürətli, həm təhlükəsiz əməliyyatlarını müştərilərimizin həyata keçirilməsinə şərait yaradacaq. Zakir müəllim, qeyd elədiyiniz kimi müştərilər, bu da çox sual yaradan bir mövzudur. Müxtəlif istənilən bankda öz əmək haqqını əldə edə biləcək, çəkə biləcək. Nə vaxtdan tətbiq olunacaq? Ümumiyyətlə hansı işlər görülür bununla bağlı? Bununla əlaqədar artıq bütün texniki işlər sona verilmişdir. Hazırda pilot rejimində bu sistem çalışır və düşünürük ki, çox yaxın bir zamanda bu sistem işə düşəcəkdir. Zakir müəllim, çox sağ olun. Biz də təşəkkür Bizi, hər kəsi, vətəndaşları düşündürən suallara
cavab tapdığınız üçün minnətdarıq sizə dəvətimizi qəbul etdiyiniz üçün. Biz sizə təşəkkür edirik ki, çünki bu kimi məsələlər bizim üçün də olduqca aktual və vacibdir və bizim üçün çox önəmlidir ki, sizin və digər rəsmi mətbu orqanların həyata keçirilən bu siyasətlərin vətəndaşımıza və cəmiyyətimizə doğru, düzgün və nəzərdə tutulduğu şəkildə öz mahiyyətini doğru açmaqla çatdırılmasında dəstək verirsiniz. Biz minnətdarıq. Belə dəyərli izləyicilər, bugün Hədəf proqramı olaraq Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir müəllimlə bir yerdə olduq, onun qonağı olduq və hər kəsi, müştəriləri, bütün vətəndaşları düşündürən bank sektoru ilə bağlı, ödəmə sistemi ilə bağlı sualları ondan əldə etməyə çalışdıq. Biz ayrılan vaxt burada yekunlaşdıq. Sağ olun, sağ olun.